Birinci dərsimizdə bitkilərdə gedən fotosintez prosesindən danışdıq. İndi isə bakteriyalarda baş verən fotosintez prosesinə nəzər yetirək. Biz bildiyimiz kimi fototrof bakteriyaları, daha doğrusu avtotrof bakteriyaları biz iki yerə ayırırıq. Fototrof, yəni fotosintez edici və hemotrof, hemosintez edici olmaqla iki qrupa bölürük. Fotosintez edici bakteriyalarımızda onlar da günəş enerjisindən istifadə edərək qeyri-üzvü maddələrdən üzvü maddə hazırlayırlar və onlar bu prosesdə xlorofil pigmentindən istifadə edirlər. Ancaq onlarda bitkilərdən fərqli olaraq xlorofil pigmenti nə xromatoforda, nə də xloroplastda yerləşmir. Bəs harda yerləşir? Əgər bu bakteriya siyanobakteriyadırsa, göy yaşıl yosundursa, fotosintez edici membranın üzərində, yox əgər qırmızı və yaşıl bakteriyadırsa isə sərbəst halda sitoplazmada yerləşmiş olur. Burada isə həmin bakteriyaların tənlikləri verilibdir. Qırmızı, yaşıl siyanobakteriyalar. Bu tənliklər üçün ortaq xüsusiyyətlər və ortaq olmayan xüsusiyyətlər var. Fikir versək, hər üç bakteriyada karbon mənbəyi kimi karbon qazından istifadə edibdir və hər üç bakteriyada üzvü maddə qlükoza yaranıbdır qida maddəsi kimi. Hər üç bakteriya günəş enerjisindən və işıqdan və xlorofil pigmentində gedibdir reaksiya. Amma fərqlilik nədəndir? Hidrogen mənbəyindən. Siyanobakteriyalar hidrogen mənbəyi kimi sudan, yaşıl bakteriyalar 12 molekul hidrogendən, qırmızı bakteriyalar isə 12 molekul hidrogen sulfiddən istifadə ediblər. Və bunun nəticəsi olaraq siyanobakteriyalarda fikir verirsiniz, bitkilərdəki kimi oksigen qazı çıxır. Amma o birisilərdə oksigen yoxdur. Əvəzində nə var? Su, kükürt, burada isə su əmələ gəlibdir. Testlərdə bizim qarşımıza gəlir ki, fotosintezdə sudan istifadə edən bakteriyalar, onda deyirsən siyanobakteriyalar. Amma fotosintez prosesi zamanı su yaradan bakteriyalar desə, onda qırmızı və yaşıl bakteriyaları götürmüş oluruq. Niyə burada bax oksigen çıxdı, o birisilərdə oksigen ayrılmadı? Çünki biz bitkilərdəki fotosintez prosesini yadımıza salsaq demişdik ki, suyun fotolizindən oksigen ayrılır. Burada sudan istifadə olunmadığına görə sərbəst oksigen də ayrılmır. Və bitkilərdə, başqa burada heyvanlardakı fotosintezdən danışır. Bildiyimiz kimi heyvanlardan da yaşıl evqlena volvox da gedir. Volvox çox hüceyrəli, daha doğrusu bir hüceyrəlidir, koloniya halında yaşayan canlıdır. Yaşıl evqlenada 20-25 ədəd xromatofor olur. Volvoxun isə hər bir hüceyrəsində armud şəkilli hüceyrəsi var və bir ədəd xromatoforu olmuş olur ki, bunlarda da fotosintez prosesi xromatoforda getmiş olur. Hemosintez prosesinə baxsaqsa, hemosintez sözü Yunan sözü olub xema, kimya, sintez isə birləşmə deməkdir və ilk dəfə Vinogradski tərəfindən kəşf olunmuşdur. Bizim hemotrof bakteriyalarımız, kükürt, nitrifikasiya, dəmir, hidrogen bakteriyaları var ki, onlar qeyri-üzvü maddədən üzvü maddə sintez etməkdən ötürü enerji olaraq kimyəvi rabitə enerjisinə istifadə edirlər. Kimyəvi rabitə enerjisinə istifadə edirlər. Baxsaq, kükürt bakteriyaları neynirlər? Baxın, fikir versəz, deyir ki, bəzi su hövzələrində hidrogen sulfidlə zəngin olur. Belə hövzələrdə kükürt bakteriyaları hidrogen sulfidi oksidləşdirir. Fikir verdiniz, hidrogen sulfidi oksidləşdirdi. Sərbəst kükürdü və eksotermik reaksiyadır. Enerji ayrıldı, istilik ayrıldı və həmin enerjidən istifadə edərək qeyri-üzvü maddələrdən üzvü maddə yaratdılar. Və kükürt, sərbəst kükürt isə yenə də sulfat turşusuna qədər oksidləşə bilir. Nəticədə yenə də enerji ayrılmış olur. Torpağın məhsuldarlığına təsir göstərən bakteriyalardan kükürt bakteriyaları, daha doğrusu hidrogen və nitrifikasiya bakteriyalarını göstərmək olar. Hidrogen bakteriyaları haqqında deyə bilərik ki, oksigensiz parçalanmanı həyata keçirən bəzi bakteriyalar torpaqda hidrogen toplanmasına səbəb olur ki, onun qarşısını hidrogen bakteriyaları alır. Hidrogeni oksidləşdirərək suya çevirir və yenə də burada enerji yaradır, istilik yaradır ki, burada da qeyri-üzvü maddədən üzvü maddə sintez eləməyindən ötürü həmin o istilikdən istifadə edirlər. Nitrifikasiya bakteriya, biz bildiyimiz kimi torpaqda azot bakteriyalarının bir növü olan nitrifikasiya bakteriyaları var. Nitrifikasiya bakteriyaları məhv olmuş, çürümüş zülalların çürüməsi nəticəsində, yəni məhv olmuş heyvan qalıqları və yaxud da ki, digər zülalların çürüməsi nəticəsində əmələ gələn amoniakı nitrifikasiya bakteriyaları nitrit turşusuna qədər oksidləşdirir. Deməli, amoniakı nitritə kim çevirdi? Nitrit bakteriyaları. Amma indi nitriti oksidləşdirən
kimlərdir? Nitrat bakteriyaları. Bax, burada digər bakteriyalar verilibdir. Bir də təkrar eləsək, amoniakı nitritə nitrit bakteriyaları oksidləşdirdi. Nitriti nitrata isə nitrat bakteriyaları oksidləşdirdi. Bir də var denitrifikasiya bakteriyaları. Nitrifikasiya bakteriyaları aerob bakteriyalardır, yaxşı bakteriyalardır. Çünki torpaqda nitratla, nitritlə zənginləşdirir ki, bitkilər bundan suda həll olunmuş şəkildə istifadə edirlər. Amma denitrifikasiya bakteriyaları isə bunun əksinə olaraq həmin o azot, nitratı, nitriti yenidən sərbəst azota çevirir və torpaqda məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Denitrifikasiya bakteriyaları anaerob bakteriyalara aiddirlər. Xemosintez edici bakteriyalar qeyri-üzvü birləşmələrin enerjisini üzvü birləşmələrin rabitə enerjisinə çevirməsini, bax burada verilib, fermentlər qrupunun köməyi ilə həyata keçirilir ki, bu da testlərdə bizim qarşımıza gələ bilər. Burada produsent anlayışı var. Bu anlayışlarla biz ekologiya mövzusunda tanış olasıyıq.